أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, değerli dinleyiciler, bizi bugüne yetiştiren Allah'a hamdolsun. İnanın ki, elə bir günün içindeyik ki, alemlerin Rabbi Allah'ın bakarak öyündüğü bir gündeyik. Təsəvvür edirsinizmi? Allah öz yarattığı kullarıyla fəxr edir ve onlarla öyünür. Kimlerin yanında? En əzəmətli məxluqların, mələklərin yanında. Ona göre de değerli insanlar, yaşadığımız bu gün, bax, Ərəfə günüdür. En əzəmətli gündür. Ona göre de bunu, bugün yaşayacağını çox önəm ver. Yaşayacaqlarına önəm ver, önə çək. Digər işləri demək olar ki, azalt. Bugünün çox gözəl Rəbbinlə keçirt. Mümkün qədər. O demək değildir bir yerde oturasan. Ne işte görsen Allah için bir işler gör. Çaba göster. Bakın biz Müslümanıq. Biz dinsiz ateist değilik. Bizim en hoş günümüz, bizim en sevinçli günümüz eğlendiğimiz günler değil. Bizim en sevindiğimiz günlerimiz Allah üçün ne kadar çok iş gördükse o günlerdi. Bəs biz görmürük ki, Müslümanla kafirin bayram günlərinin fərqini, kafirlər bayramlarında yeyib, içib, şənlənib, zina edib, əylənirlər və kef edirlər. Onların bütün bayramları bu formadadır. İster yeni il olsun, ister Nevruz olsun, yeni ili bütün zina, narkotika, şərab kölgəsi altında bir əyləncə yaşayırlar. Novruzda isə Allah'a asi ediləcək onlarla əməlin altında əyləncə yaşayırlar. Qapıdan bir-birinə qulaq asmaqla, başının papağını kiminsə qapısına atıp pul yığmaqla, çay kənarına gedib orada bir saçım istanacaq, o saçım istansa xoşbəxt olacağım düşüncəsi ilə, mənasız bir şeylərlə bir sevinç yaşayır insanlar. Öz işləridir. Hər kəs özü bilər. Sevinci harada yaşayır? Şəxsi işidir. Mən fərqi demək istəyirəm və biz kimliyimizi necə təyin etməliyik? Onu demək istəyirəm. Amma Müslümanın bayramına bax. Qurbandır. Müslüman bayram edir. Sevinir. Amma yaşadıklarına bax. Heyvan kəsir, tərliyir, heyvanın qanına bulaşır, üstü başı batır. Ondan sonra kəsdiklərini aparır yoxsul, ən zəif insanların qapılarına və ona sevə-sevə onu öz əli ilə hədiyyə edir və mümkün qədər bunları gizlin edir və bütün bu işləri Allah eşqi ilə edir, amma bu onun bayramıdır. Kafirlər gözəl geyim geyib, əylənir bayramlarında. Demirəm bu bayramda gözəl geyən kafir olur, əstağfurullah. Hələ bu gün də gözəl geyilir. Burada evin böyüyü bu əziyyəti çəkir də. Yəni ki, üstü başı batır. Yani bütün insanlar batmır, uşaqların üstü batmır ki. Qoy uşaqlar gözəl geyinsin. Yani gözəl geyim qadağan değil. Burada fərqi deyirəm. Yani böyüklər, evin böyükləri, bax bu əziyyətləri çəkir. Bu əziyyətləri çəkdiyinə görə Allah deyir ona, sənin bayramındır. Allah ona göre değil ki senin bayramındır. Çünkü Allah görür sen neler kazanırsan. Necə ki
Allah bizlərin bir qrupuna qismət eyləyib həcc ziyarətini bu günlərdə. Təsəvvür edirsiniz, onlar orada toz torpaq içindədirlər. Onlar orada saçına, bədəninə, dırnağına dəymir, üstü başı toz içində, ağ kəfənin içində, çınqıl daşların, qayaların üzərində oturub, ayaq yalın, tozlu, ovucularını açıb, göz yaşları ilə Rəbbinə yalvarır. Amma Allah deyir, bugün sənin bayramındır. Çünki Allah görür o necə təmizlənir. Allah görür ki, o qulu Allah qatında necə dərəcəsi artır. Dəyərli insanlar, bu ziyarət, yəni həcc ziyarəti və yaxud da ki, bu qurban ərəfəsində olan günləri evində ibadət ilə keçirtmə mərasimləri olduqca qiymətli günlərdir. Elə buna görədir, kafirlər işlərini, güclərini atıb, düşüblər müsəlmanın bu bayramının üstünə. Görürsünüz, nələr danışırlar? Gedirlər şeytana daş atırlar, deyirlər, gülürlər. Şeytana daş atırlar. O bəzən şeytana daş atan tədbirdə görürsən, bir nəfər daşı atır, 1, 2, 3, qəzəblənir, ayaqqabısını çıxardır, atır. Və buna bəziləri gülür. Deyirlər, budur ibadət. Mən sizə bu məsələnin başqa aspektindən baxmağı tövsiyə edirəm. O ayaqqabısını çıxardıb atan adam var. Əgər o riyakarlıq eləyirsə, günahkardır. Amma, əgər o gerçəkdən ayaqqabısını içindəki duyğuları ilə çıxardıb atırsa, deməli, hələ yer üzündə Allahın bəyəndiyi möminlər var. Bilirsiniz, psixologiyada buna nə deyirlər? Bütün varlığı ilə etdiyi ibadətə qovuşan insan. O adam şeytana 1-2 daş atdıqdan sonra o qədər hiss edir ki, şeytanı önündə. O əlinə keçəni ona atır. Bax, budur Allahın ibadəti. Allah bizə ibadət edəndə, bax bu hisslərlə ibadət etməyi deyir. Niyə Allahın Rəsulü deyirdi ki, üzr istəyirəm, tabeinlər deyirdi ki, siz səhabələri görsəydiniz, özündən sonrakılara deyirdi, yeni nəslə deyirdilər. Siz əgər səhabələri görsəydiniz, yəni Əli kimi, Ömər kimi, Osman kimi kişiləri, onları görsəydiniz, siz deyərdiniz ki, bunlar səfehdir. Bunlar səfehdir. Yəni, bunlar nə edirlər? Özü acından ölür, hər nəyini verir. İbadət edəndə onların üzü, gözü nə vəziyyəti alır? Yəni, sanki bunlar səfehdir. Amma onlar Allah eşqinin səfehləridir. Allah eşqinə tam qovuşmuş insanlardır. Bax, o adam ayaqqabısını ayağından çıxardır. Ayaqqabı deyəndə ayaq papucunu çıxardıb atması və yaxud da ki, orada bir çılğın iş görməsi bu gülməli deyil, dəyərli insanlar. Heç olmasa biz etməyək bunu. Bu ateistlərdir. Özdə onların bəziləri İslam qiyafəsindədir. Güya İslamdan danışır. Onlar hamısı Yahudi xidmətçiləridir. Onlar İslam qiyafəsində İslamı zərbə vurmağa çalışırlar. Gülür, bu da deyir ibadət. Bəli, ibadət elə odur. İbadət sənin etdiyindir. Ey nadan, ey cahil, heç nə hiss etmədən bir şey edirsən. Bax, onlar ona gülür. Amma bilirsiniz gülmək nədir? Əsli gülməli vəziyyət hansıdır? Güya əylənirlər, güya bayram edirlər, sevinç günü yaşayırlar, sanatoriyalara gedib və yaxud da ki, istirahət mərkəzlərində karoseldən qışqıra-qışqıra fırlananlardır gülməli vəziyyətdə. Onlar ona əyləncə deyir, əylənirik. Amma gülməli hal odur. Çiynində dağlar qədər günah daşıyırsan, sən əyləndiyini zənn edirsən, sən gülməli haldasan, yoxsa ayaq yalın, toz torpağın içində Allah deyib gözündən
hönkür hönkür yaş tökən insanlar gülməli vəziyyətdədir yoxsa? Bəli, şeytan buna gülər, yəni Allah eşqi ilə toz torpağın içində ağlayan adama şeytan gülər. Amma Allahın mələkləri, Allahın mömin qulları isə o zina edib, şərab içib, əylənirəm deyən insanlara baxdıqda deyər, bunlar axmaq, səfeh insanlardır. Ki, bu əyləndiyini zənn edir. Və özü də heç kəs o əyləncəyə xərclənilən pul, o əyləncə ərəfəsində itirilən zamanı heç kəs qınamaz. Hamı deyər ki, əylənir, öz işidir, öz puludur, özü bilər. Sənə nə? Amma insanlar həccə pul xərcləyəndə hamısı hesabdar olur. Beybilə pulu ora verirlər, beybilə xəstələr qalıb. Sanki bu sanatoriyaya gedənlərin xəstəsi yoxdur. Sanki bu hər həftə başı, həftə sonudur deyib, bir qrup düzəldib, istirahat yerlərində yüzlərlə manatlarını xərcləyənlərə heç demirlər qonşunda yoxsulu var. Amma müsəlman bir iş görəndə hamısı onun üzərinə. Hətta bəzi müsəlmanlar belə. Bəzilər deyir, mən o həc mərasimində, nə bilim, bəzi işləri bəyənmirəm. Orada deyir, hamısı lüt, çılpaq vəziyyətdə. Belə şey olar. Orada cəmaatın namusu var. Subhanallah. Ən namusluların yeridir ora. Qadını da, kişisi də. Çılpaq niyədir ki? Ehramın altında çılpaqdır. Və nə geyinməlidir ki? Əslində özləri istirahat mərkəzlərində həqiqi çılpaq olurlar. Kişilər də, qadınlar da. Amma bu mədəniyyət olur. Amma bir insan Allah eşqi ilə ağ kəfən geyinəndə bu bunların gözünə girir. Dəyərli insanlar, onların etdiyi xətaya düşməyin. Onların danışdığı sözlərə gülməyin. Onlardan uzaq durun ki, Allahın sevərək baxdığı qullarına gülmüş olarıq. O zaman biz Allahın huzurunda nə cavab verəcəyik, onu düşünmək lazımdır. Bəli, dəyərli müsəlmanlar, bu bir xatırlatma kimi idi. Bir-iki məsələni diqqətinizə çatdırıb fikrimi tamamlayıram. Deməli, sabah bayramdır, yəni 27-si may. Bayramın birinci günüdür. Bayram 4 gün olur. Ramazan bayramı bir gündür. Qurban bayramı 4 gün olur. Bu 4 gün ərzində oruç tutmaq qadağandır, haramdır, olmaz, qətiyyən. Yəni sabah bayram günündən 27-si maydan 4 gün oruç tutulmaz. Ay qəzan var və yaxud da ki, hansısa adı altında oruc yoxdur. Hətta bəziləri belə başa düşür. Deyirlər ki, Allahın Rəsulu Qurban bayramında oruc olub, kəsdiyi qurbanla orucunu açıb. Bu yanlış düşüncədir. Oruc səhər yeməyində niyyətlənməkdir. Elə şey olmaz. Bayramda oruca niyyətlənməzlər. Bəli, Allahın Rəsulu Qurban bayramında birinci yeməyi kəsdiyi heyvanın əti olub. Amma həmən vaxta qədər oruc olmayıb. Sadəcə olaraq birinci yeməyi o olub. Yəni, bax, buna fikir verin. Fərqi budur. Ola bilər kimisi desin ki, burada fərq nədir ki? Elə acdır, yəni birinci onu yeyib də. Acdır başqadır, orucdur başqadır. Aca qalsa nə qədər insan vardır ki, həyatının çox hissəsi acdır. O başqadır, oruc başqadır. Oruc səhər çağı, sübh namazından niyyətlənib, məğrib namazına qədər Allah üçün oruç tutmağa deyirlər. Ac qalmaq isə işi ilə əlaqədar yemir, bu başqadır. Bəli, deməli bu 4 günü, yəni bayramın bu 4 günü oruç tutulmaz. Ona görə də bu 4 günün 4-cü günü İslam təqvimi ilə sizin hər ayın 13-ü, 14-ü, 15-i oruç tutursunuz ha. Bax, İslam təqviminin bir ayı bu aydadır. Zilhiccənin 13-ü yeganə aydır ki, bunun 13-ündə oruç tutulmaz. Zilhiccənin 13-ündə oruç tutulmaz.
Çünki Zilhiccənin 13-ü bayramın sonuncu gününə düşür. Ona görə də kim ağ günləri oruç tutursa, bu ay, yəni İslam təqvimi ilə bu ay deyirəm, Zilhiccə ayının 13-ündən deyil də 14-ündən başlayacaq. 14-ü, 15-i, 16-sı oruc olacaq. Amma hər ay nə edirdik? 13, 14, 15 idi. Bunu onsuz sizinlə paylaşılacaq. Amma yenə də bilin. Bu ayın 13-ü oruç tutulmaz. Zilhiccənin 13-ü oruç tutulmayacaq. Çünki haramdır özdə. Yəni tutmasan yaxşıdır kimi deyil. Haramdır. Çünki bayram günləridir. Bəli, mümkün qədər qurban kəsən insanlar Allah bütün müsəlmanların qapısında qurban kəsməyi müvəffəq eyləsin. Mümkündürsə, əgər gücü yetərsə, birinci yeməyi qurban ətindən olsun. Yəni tezbazar qurban ətindən bir qovursun, birinci özü ailəsi ilə birlikdə ondan yesin. Ola bilsin birinin diabeti var və yaxud da ki, biri az qalmaq istəmir. O problem deyil. Bu sadəcə olaraq bir mədəniyyətdir. Edərsən, edərsən. Etməzsən, müstəhəb əməldir. Yəni, mühüm deyil. Yəni buna görə özünüzü incitməyin. Amma ki, bazaran bunu eyləsin. Ona görə də yəni mümkün qədər qurbanı tezləşdirmək lazımdır. Hele ona görə Allahın Rəsulu sallallahu aleyhi və səlləm bayram namazını qılan kimi kiçik bir xütbə verib dağılışardı. Özdə xütbədə deyərdi, kim getmək istəyir, getsin. Yəni, ola bilərdi, o gedib o ət məsələsini tezləşdirsin ki, çünki birazdan yemək yemək lazımdır. Ona görə də mümkün qədər bunu etmək gözəldir. Yəni, ilk yeməyin qurban ətindən olsun. Sonra o təkbirlər ki var idi, Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, La ilahə illallahu vallahu akbar. Bu təkbirlər bayram namazına qədərdir. Elə ki bayram namazına daxil oldun, bayram namazını qıldın, daha bu təkbirlər dayandırılır. Həmən bu 4 gün bayram günləri var, o həmən günlərdə daha bu deyilmir. Demirəm, qadağandır. Kim istəsə deyə bilər. Yəni bu şəkildə deyil. Yəni necə ki biz bu şəkildə deyirdik, hər namaza gedəndə səslə kişilər deyirdi, qadınlar sakitcə. Yəni o forma daha bitir. Ondan sonra bayramın mübarək sözləridir və bayram davam edir. Belə dəyərli müsəlmanlar, bu məsələlərə də diqqət edək və Allahın izni ilə sabahki bayram gününü təbrikləşərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.